bugünkü dərsimiz Hindistan və Pakistan dövlətləridir. 2-ci Dünya müharibəsindən sonraki dövrlərdə Hindistanda müstəmləkəliyə son qoyulması, 2-ci Dünya müharibəsi dövründə İngiltərənin Hindistana yerli əhalisindən əsər toplaması və onları cəbhəyə göndərməsi ölkədə milli azadlıq hərəkatının yeni dalğasının başlamasına təkan verdi. Bu prosesdə milli azadlıq hərəkatının lideri Mohandas Gandhi müstəmləkəçiliyə qarşı dinc mübarizə kampaniyası elan etdi. İngiltərə hökuməti Hindistanda bu milli azadlıq mübarizəsini dayandırmaq üçün müəyyən tədbirlər həyata keçirdi. Buralarda islahat keçirməyə əvəz etmək daxil idi, lakin bu islahatlar Hindistanın müstəqillik verilməsini nəzərdə tutmurdu. Bundan başqa İngiltərə Hindistanı iki icmaya bölmüşdü, Hind və müsəlmanlar bunlar arasında nifaq salmağa çalışırdı. Buna baxmayaraq ölkə daxilində dini münaqişələr güclü olduğundan vahid birliyi qorumaq, saxlamaq mümkün olmadı və 1947-ci ildə İngiltərə parlamenti Hindistanı iki hissəyə, Hindistan və Pakistan dövlətlərinə bölərək onlara müstəqillik verdi. Müstəqillik qazandıqdan sonra Hindistan və Pakistan həmçinin onların daxilindəki dini və etnik qruplar arasında münaqişələr davam etdi. Hindistanda şovinizm meyilləri o qədər güclənmiş ki, Gandhi müstəmləkə qaçqınlarına qarşı ədalətə dağılmağa çalışan etiraz qəzəblərindən bir sıra millətlər, Hindli teröristlər 1948-ci sui-qəsd nəticəsində onu qətlə yetirdilər. Cavahirat Nehru və Hindistanda respublika lideri olmaq üsulunun yaradılması. Mohandas Gandhi siyasi davamçısı və Hindistanın milli azadlıq hərəkatının fəal üzvlərindən biri olan Cavahirat Nehru Hindistanın ilk baş naziri oldu və Nehru Hindistan daxili və xarici siyasətində əsas prinsipləri hazırladı və 1950-də Hindistan Respublika elan olundu. Yəni 1950-ci ildə müstəqilliyi 47-dir, ancaq respublika qurulması 1950-dir. Cavahirat Nehrunun Nehru xətti adlı siyasəti var idi. Bura nə daxil idi? Milli birlik, iqtisadın planının inkişafı, yəni iqtisadi modernləşdirmə, demokratləşdirmə təşkil edirdi. Xarici siyasətdə isə hərbi bloklara qoşulmamaq və sülh və əməkdaşlıq müdafiəsi üçün əsas prinsiplər götürülürdü. Və Nehru bloklara qoşulmaq hərəkatının liderlərindən biri olmuşdur. Bunu da biz Soyuq müharibə dövründə keçəcək 1961-ci ildə yaradılmış bloklara qoşulmama təşkilatının əsas üzvlərindəndir. İndi Indira Gandhi'nin hakimiyyətinə baxaq. 1966-cı ildə Indira Gandhi Hindistanın ilk qadın baş naziri seçildi. Onun hakimiyyət dövründə ölkədə mühüm dəyişikliklər baş verdi. İri sənaye şəhərləri, banklar dövlət tərəfindən milliləşdirildi. Eyni zamanda yerli özünü idarə etmə orqanları ziddətlər gücləndi. Ölkədə etnik və dini münaqişələr baş verdi və bu da iqtisadi və siyasi vəziyyətini daha da gərginləşdirdi. Və 1984-cü ildə Indira Gandhi terror aktı nəticəsində sui-qəsdlə öldürüldü. Kəşmir münaqişəsi, Hindistan və Pakistan müharibəsi. Hindistan dövləti yaranarkən 1940 Pakistan ərazi iddiaları irəli sürüldü. Bu münaqişə xüsusilə Kəşmir məsələsində daha da dərinləşdi. Kəşmir bölgəsi Hindistan və Pakistan arasında sərhəddə yerləşir və əhalisi əsasən müsəlmanlardan ibarətdir. Və 1949-cu ildə BMT-nin vasitəsilə müharibə dayandırıldı və razılıq əldə olundu. Bu razılığa əsasən Kəşmirin 3/1 Pakistana, 3/2 isə Hindistanın nəzarətinə keçir. Bir hissəsi isə Çinin nəzarətindədir. Lakin bu razılaşma münaqişəyə tamamilə həll etmədi və Pakistan Kəşmir məsələsinin beynəlxalq səviyyədə sülh yolu ilə həll olunması çalışsa da, Hindistanda bölgə əhalisiyə qarşı dəfələrlə kütləvi qətliamlar həyata keçirildi. Hazırda hər iki dövlətin nüvə silahına malik olması Kəşmir münaqişəsinin beynəlxalq problemə çevrilmişdir və münaqişə bu gündən davam etməkdədir. İndi isə Hindistan müasir dövrdə olan başlığa baxaq. İqtisadi inkişafın sürətinə görə fərqlənən müasir Hindistan bir sıra mühüm problemlər mövcuddur. Bunların ən başlıcası isə sürətlə artımı, sosial bərabərsizlik və etnik dini münaqişə, eləcə Kəşmir məsələsi ətrafında Hindistan və Pakistan arasında davam edən gərginlik var. Hazırda Cənubi Asiyada ən böyük dövlət olan Hindistan əhalislərinə görə Çini də ötərək dünyada birinci yeri tutur. Lakin əhalinin əksəriyyəti yoxsulluq şəraitində yaşayır və yazmağı, oxumağı bacarmır. Müasir Hindistanın inkişafı üçün səciyyəvi cəhətdən və özəlləşdirilmə, iqtisadiyyatın liberallaşdırılması və xarici kapitalın geniş şəkildə cəlb olunması əsas mövqeyi tutur. İndi keçək Pakistan dövlətinə. Pakistan dövlətinin yaradılması. 1947-ci ildə Pakistan müstəqil dövlət kimi yaranarkən bir-birindən fərqlənən iki hissədən ibarətdir. Şərqi Pakistan, yəni müasir Bangladeş və Qərbi Pakistan, müasir Pakistan ərazisi. Bu bölgələr yalnız İslam dini birləşdirir. Lakin mədəni, dil, ərazi, iqtisadi və etnik cəhətdən onlar tamamilə fərqlidir. Pakistan qurucusu Məhəmməd Əli Cinnah olmuşdu. O, Pakistanın ulu öndəri və millətin atası adlanırdı. Məhəmməd Əli Cinnah ölkədə torpaq və vergi islahatları həyata keçirmişdi. 1956-cı ildə Pakistan Federativ Respublika elan olundu. 1971-ci ildə Hindistan hərbi müdaxiləsi nəticəsində Şərqi Pakistanda, yəni indiki Bangladeş arasında Bangladeş dövləti yarandı. Bu zaman Pakistan Bangladeşi müstəqil dövlət kimi tanıdı. 1988-də Bənazir Bhutto Pakistanda baş nazir seçildi və ilk qadın baş nazir idi İslam dünyasında. O Pakistanın siyasi tarixində mühüm rol oynamışdı və 2007-ci ildə sui-qəsd nəticəsində
öldürülmüşdü. Yəni Indira Gandhi ilə bunun oxşar cəhəti sui-qəsd nəticəsində öldürülmədi. Soyuq müharibə dövründə Pakistan, ABŞ və NATO üzvləri olmayan mühüm müttəfiqlərindən biri hesab olunur. SSR, daha sonra Rusiya, ABŞ və Çin kimi böyük dövlətlər Cənubi Asiya bölgələrinə maraqları Pakistan-Hindistan münasibətlərinə təsir göstərmişdir. Bu amil ölkənin xarici və daxili siyasətində əsas həlledici rol oynamışdır. Ona görə də ölkənin ordusunun daxili siyasətdə müdaxiləsi tez-tez hərbi rejimlərə yaranmasına təsir göstərmişdir. Odur ki, 1950 və 1970-ci illərdə Pakistan tarixi siyasi sabitsizlik və hərbi zəiflikləri səciyyələnir. Bu Türkiyə ilə oxşarlıq sayılır. Pakistan Azərbaycan Respublikasının müstəqilliyi tanıyan ilk dövlətlərdən biridir. Hər iki ölkənin tarixi, mədəni və dini amilləri birləşir. Hazırda Azərbaycanın strateji müttəfiqi olan Pakistan Xocalı soyqırımı cinayət kimi tanıyan ilk dövlətdir və Azərbaycan tarixi torpağının şərtliyi üçün Ermənistanı tanımamış, ona diplomatik əlaqə qurmamış bir dövlət sayılır. 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsində Pakistan Azərbaycanın siyasi və mənəvi dəstək göstərmiş, Azərbaycan isə Kaşmir məsələsində beynəlxalq hüquq və qarşılıqlı müttəfiq əlaqələri əsaslanaraq Pakistanı dəstəkləmişdir. 1945-ci ildən sonraki dövrdə Pakistan və Hindistan arasında oxşarlıq nələrdir? Kaşmirə sahiblik hüququnda mübarizənin aparılması, nüvə silahlarına malik olmaları, siyasi xadimlərə qarşı terror və sui-qəsdlərin törədilməsi, daxildə dini etnik qruplar arasında münaqişələrin baş verməsi əsas götürülür. İndi sağ tərəfə xəritəyə baxaq, Hindistan və Pakistan ərazilərinə. Biz bayaq dedik ki, 1971-ci ilin müharibəsindən sonra bu indiki Banqladeş ərazisi müstəqillik qazanır, amma əvvəl parçalanarkən bu ərazi Pakistan ərazisi sayılırdı və bir dövlət idi. Bura Pakistan ərazisi, burası Hindistan ərazisidir. Kaşmir bölgəsi isə bu ərazilərdir. Bu ərazilər Kaşmir bölgəsi sayılır və bu ərazilərin 1/3 Pakistana, 3/2 Hindistana, xırda bir hissəsi Çinin əlində qalmışdır. Dərsimiz bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Baxıb tam dərindən mənimsəyərək öyrənə bilərsiniz. Sizə uğurlar arzulayıram.